Salam əməkdaşlar dostlar, bir daha. Bu mənim son videomdur və mən artıq piramidalar haqqında video çəkib kanalımı doldurmaq istəmirəm belə videolarla və Ani Unboxing adlanan bu sayt artıq tamamilə, yəni domenda açılmır. Daha öncə kimlərsə deyirdi, açılır sayt falan peşməkan, artıq tamamilə açılmır, hər şey bağlanıb, hər şey yoxa çıxıb, hər şey itib ortadan kaybolub deyək və mənim rəylərimdə mənə yenə atırlar ki, belə bir sayt var, bu piramidadırmı? Təbii ki, bu piramidadır. Axı siz daha öncə Anibox-da, Timen-də belə qeydiyyat keçmisiniz. Burada seçmisiniz, nömrə, email, nömrə daxil edib, verification kod daxil edib qeydiyyat keçmisiniz. Və mənə elə gəlir ki, bu gördüyünüz Next birlik, Any Unboxing, hansısa unboxing, bilinməyən unboxing, bilinən unboxing və yaxud digər unboxinglər, Next birliklər, nə olursa olsun. Bu piramidalar hələ çox çıxacaq. Və xatırladıram ki, normalda belə Next birlik deyilən bir sayt var. Həqiqətən də belə bir şirkət var, hansısa bir işlərlə məşğul olur. Bunlar piramida fəaliyyəti göstərmir. Sadəcə olaraq baxın, bu nextbirlik.com-dur. Sizin piramidanız isə nextbirlik.shop-dur və təbii ki, bunun da sonu Any Unboxing kimi olacaq. Bu da eyni vəziyyətdə qutaracaq. Zaten hal-hazırda Any Unboxing-də batan adamların bir çox hissəsi mənə gəlir ki, növbəti bu piramidada da pul qoyublar və onlar hamısı təlaş içində gedib bu piramidadan pullarını çəkəcəklər və təbii ki, piramidanın qurucusu da görəcək ki, aha, buradan da pullar gedir və piramidanı bağlayacaq. Ona görə də davam etməmə məsləhət görürəm. Mən indi qeydiyyat keçib içərdən də sizə göstərim ki, lap belə beyninə çatmayan, hava çatmayan adamların da beyninə çatsın ki, bu piramidadır və bu tipli saytlar hələ bundan sonra çox olacaq və bu fırıldaqçılar artıq görüblər ki, burada bizim ölkədə belə söz nəsil mənasında qaz çoxdur və artıq dadanacaqlar bura. Gündə bir şey çıxardacaqlar. Azərser.shopda çıxarda bilərlər, Bakser.shopda çıxarda bilərlər, Azərişıq.shopda çıxar. Çünki bu ölkədə həqiqətən də vəziyyət çox acınacaqlıdır bu baxımdan. Çünki çox insanlar hələ ki başa düşmür ki, bu investisiya məsələləri elə də asan bir şey deyil. Sən pulunu qoyub gedib yatıb dincələ bilməzsən və sən pulun işləsin, sən pul gətirsin. Belə bir şey yoxdur. Belə bir şey olsa bunu bank sistemləri eləyər. Zaten biz ki, bankda siz gedib pulu depozitə qoysaz, illik maksimum 6-7% əldə edə biləcəksiniz. Yəni bu real gəlirdi, 6-7% real gəlirdi, bankdan siz əldə edə biləcəksiniz. Bu real bir şeydir. Çünki həqiqətən də bank kredit verir, həmin kreditin qaytaran adamlardan pul qazanır və o puldan bir qədərini də siz əgər pulunuzu banka investisiya eləmişsiniz, sizə qaytarır. Bu belə işdir. Siz hansı sayta pul qoyub, 200 qoyub, bir aydan sonra 500 götürəcəksiniz, 600 min götürəcəksin, qohumu çağıracaqsan, 10 min qoyacaqsan, 100 götürəcəksin. Bu artıq piramidadır və bu artıq kimsə zibilə salmalıdır. Və bu tip piramidalarla reklam edən adamlar da mənim videolarımda öz yerini tutacaq ki, onların da üzü bu videolarda olacaq. Xəbərdarlıq edirəm, piramida reklamından uzaq durun və gələcəkdə siz artıq öz kanalınızdan videoları silsəz də xeyri olmayacaq. Mənim kanalımda artıq sizin videonuz olacaq, sizin üzünüz olacaq və təbii ki, axtaranda da insanlar biləcəklər kimi şikayət eləmək lazımdır. Və dostlar, qeydiyyat keçdikdən sonra gördüyünüz kimi bizi də burada hansısa bir xanımın üzü qarşılayır. Yəni bildiyiniz kimi hər piramidanın üzü olduğu kimi də burada da var. Bəlkə də süni intellektdir, bəlkə də digərdir. Və mən bu saytın Any Unboxing, yəni bundan qabaq batan saytla heç bir fərqini görmürəm. Heç bir fərqini görmürəm. Burada nə bilim nəsə alırsan, nəsə satırsan, pul qazanırsan güvamkör öz aləmində, nə bilim hansısa burada gördüyünüz kimi nə bilim 5 dollarlıqdır, 5000 dollarlıqdır, rəqəm elə yazırlar ki, bilmək olmur. 50.000 dollarlıqdır, nəsə şeylər var, xırdapara şeylər var. Birinci bu saytlar həmişə 5 dollardan 10 dollarla başlayır. Sonradan artıq rəqəmlər böyüyür və qalxır. Burada da həmçinin eyni zibildir, eyni şeydir. Baxaq görək ümumiyyətlə YouTube-da bu piramidanı reklam eləyənlər varmı? Və onlar da bizim videomuzda öz yerini alsın təbii ki. Çünki zaten onların YouTube-a qoyduğu video, yəni onların üzü də düşürsə belə, bu artıq public videodur və bu videonun həmin videoların üzərindən istənilən bir şəxs video çəkə bilər, mən də həmçinin. Həmçində hətta siz də mənim videolarım üzərindən hansısa video çəkib mənim haqqımda hansısa bir fikir bildirə bilərsiniz. Və bu tam olaraq problemsiz bir şeydir. Çünki videonu mən özüm ora yerləşdirmişəm və razı olmuşam ki, mənim videoma həm baxa bilərlər, həm də görə bilərlər, istifadə edə bilərlər başqa videolarda. Dostlar, deməli burada hələ ki, Next birlik hələ ki çox güclü baş qaldırmayıb. Burada görsən hansısa qeydiyyat videosu haqqında danışan var. Burada da kimisə üzü görünmür. Burada da həmçinin bir neçə dənə baxın belə piramida fason videolar var. Burada olan bu videolar artıq real Next birlikə aiddir. Yəni çünki real olaraq Next birlik şirkəti var. Daha öncə göstərdim. Yəni .com adlanır. Bunlar isə .shopdur. Hansı fırıldaqçılar ki, işlə məşğuldur. Hə, burada görürsüz, baxın. Biabırçı bir vəziyyət. Şəhərin mərkəzində ofis açılıb və gördüyünüz kimi artıq, yəni burada da həmçinin daha öncə mən video gəldi mənə, gördüm ki, hardakı
Hani Unbox'un ofisini tapıblar. Hardakı beləsinə şeylər dağıdılar cəmaət. Eyni şeydir. Bəlkə də eyni adamdır bunu işlədən. Və görürsüz insanların üzü düşməklə videolar var. Çox biabırçı bir vəziyyətdir. Baxın gördüyünüz kimi hansısa bir xanım burada cəmaatı məlumatlandırır. Deyir gəlin bura pul qoyun zad yəqin ki, çox güman ki, başqa nə ola bilər? Yəni əgər bu piramidadan söhbət gedir. Çünki yəni də deyirəm, bax bizi burada nə ilə çaşdıra bilər? Burada Next birlik nöqtə normal Next birlik şirkəti var. Məncə bu elə piramidanındır. Mənə gəlir ki, bu elə piramidanındır. Piramidaya aiddir. Çünki gəlin baxaq görək burada nələrdən söhbət gedir. Çünki ola bilər ki, piramidanı real şirkət adı altında gizlədə bilərlər. Ona görə də yəni bu videoya mən tam olaraq belə deyək də əminliklə piramidadır deyə bilmirəm bax burada olan şəxslərə. Çünki ola bilər ki, real Next birlik şirkətinin işi ola bilər, amma yenə də mənə gəlir ki, bunu yoxlaya bilərlər. Tutaq ki, kiber cinayətçilərlə mübarizə idarəsi yoxlaya bilər həmçinin. Yəni artıq bunu onlar bilir. Yəni mənə elə gəlir ki, ola da bilər ki, piramidaya aid olsun bu video, ola bilməsin də. Çünki yenə də deyirəm, baxın burada bunlar fake-in düzəldiblər bunun və gördüyünüz kimi burada artıq sizin nə bilim kabinetiniz var, pul qoyursunuz, pul çıxardırsınız və elə nə bilim nəsə. Ümumən başa düşürsünüz. Ümid eləyirəm ki, artıq sual verməyəcəksiniz ki, nexbirlik.shopda piramidadır. Bəli, piramidadır. Əgər siz saytın, skriptin bu qaydada görürsünüzsə, yəni bunlar sırf piramidaya aid olan skriptlərdir. 50-60 dollarlıq skriptlərdir. Bunu hansısa Kitaylar, Asiyalılar, həmsə maşeniklər eləyirlər və bizim ölkədə insanları aldadırlar. Aldanmayın, belə şeylərə inanmayın, biraz da ağlınız olsun və araşdırmaqla məşğul olun. Bu qədər dostlar, özünüzə yaxşı baxın, videomu bəyənin, rəylərinizi yazmağı unutmayın, kanala da abunə olun ki, gələcəkdə mənə dəstək verəsiniz və belə videolar daha tez-tez çıxsın ki, insanlar məlumatlı olsun.